ənənəvi bankçılığın günləri sayılırdımı? Yəni, rəqəmsal cüzdanlar və kriptovalyutalar gələcəkdə, yaxın gələcəkdə nağd pulu və bizim bildiyimiz bank hesablarını tamamilə sıradan çıxara bilərmi? 1 və 0-a xoş gəlmisiniz. Bugün maliyyə dünyasının iki fərqli, hətta bəzən bir-birinə rəqib kimi görünən qütbünü müzakirə edəcəyik. Mərkəzi bankların rəqəmsal valyutaları, yəni qısaca CBDC-lər və bir də hazırda çox-çox populyar olan kriptovalyutalar. Bizim əsas sualımız budur. Mərkəzi bank rəqəmsal valyutaları maliyyə sisteminin, belə deyim, təbii təkamül yoludur, yoxsa kriptovalyutaların vəd etdiyi o mərkəzsizləşmə və innovasiya potensialını məhdudlaşdıran bir addımdır. Mən bugünkü müzakirədə CBDC-lərin maliyyə sisteminə inteqrasiyasının zəruriliyini və üstünlüklərini müdafiə edəcəm. Mən isə açığı bu məsələyə biraz daha ehtiyatla yanaşıram. Yəni, düşünürəm ki, CBDC-lər xüsusilə onların bəzi formaları ciddi risklər yarada bilər və öz mərkəzləşdirilmiş təbiəti ilə kriptovalyutaların təklif etdiyi fundamental dəyərlərə, yəni mərkəzsizləşməyə, sərbəst innovasiyaya və istifadəçinin öz vəsaitləri üzərində tam nəzarətinə kölgə sala bilər. Mən daha çox bu potensial təhlükələri və kripto aktivlərin alternativ dəyərini önə çəkəcəm. Yaxşı, elə isə başlayaq. Mənim mövqeyimə görə mərkəzi bank rəqəmsal valyutası, yəni CBDC, əslində çox sadə bir ideyaya əsaslanır. Mərkəzi bank tərəfindən buraxılan və dəstəklənən mövcud milli valyutanın rəqəmsal forması. Və bu, özlüyündə bir sıra ciddi üstünlüklər təklif edir. Birincisi, hər halda hamımız bilirik, kriptovalyutaların əsas problemlərindən biri onların qiymətinin həddən artıq dəyişkən olmasıdır, bir də tənzimlənmə ilə bağlı qeyri-müəyyənliklər. CBDC isə mərkəzi bankın etibarlılığına söykənir və beləliklə daha sabit, daha təhlükəsiz bir rəqəmsal ödəniş vasitəsi yaradır. İkincisi, ödəniş sistemlərinin səmərəliliyini artırmaq potensialı var. Xüsusilə iri məbləğli, yəni topdan satış ödənişləri və sərhədlərarası pul köçürmələri sahəsində CBDC-lər əməliyyatları həm sürətləndirə, həm də ucuzlaşdıra bilər. Üçüncüsü, görürük ki, dünyada nağd pul istifadəsi azalır. Belə bir şəraitdə CBDC-lər, məsələn, bank xidmətlərinə çıxışı olmayan insanları maliyyə sisteminə cəlb etməyə, yəni maliyyə inklüzivliyini artırmağa kömək edə bilər. Və eyni zamanda mərkəzi banklar da pul tədavülündə öz rollarını qoruyub saxlamış olarlar. Nəhayət, bəzi CBDC modelləri, məsələn, hər bir vətəndaşın birbaşa mərkəzi bankda hesabının olduğu model, buna şərti olaraq variant D deyilir, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə IML-CFT tələblərinə, yəni tam cavab verə bilir. Bu da kriptovalyutaların anonimliyi ilə bağlı o haqlı narahatlıqları düşünürəm ki, aradan qaldırır. Hətta bu iddialı variant D modeli nəzəri olaraq ödəniş sistemini bankların o riskli kredit fəaliyyətindən ayıraraq gələcək bank böhranlarının riskini belə azalda bilər. Bəli, sizin bu sadaladığınız potensial faydaları mən də görürəm, amma gəlin məsələnin görünməyən tərəflərinə də baxaq. Kriptovalyutaları fərqləndirən əsas cəhət nədir? Onların mərkəzsizləşdirilmiş olması, yəni heç bir mərkəzi qurum tərəfindən idarə olunmurlar və əksəriyyəti blockchain kimi paylanmış reestr texnologiyalarına, yəni DLT-yə əsaslanır. Bu mərkəzsizləşdirmə təkcə alternativ ödəniş usulu yaratmır, həm də daha geniş innovasiyalar üçün, belə deyim, qapı açır və ən əsası insanlara öz pulları üzərində daha çox nəzarət imkanı verir. CBDC isə, xüsusən də sizin vurğuladığınız o geniş istifadə üçün nəzərdə tutulan modellər, məsələn o, variant D və ya faiz gətirən variant C, bütün nəzarəti yenidən mərkəzi bir qurumun, mərkəzi bankın əlində cəmləşdirir. Bu, mərkəzi banka həddən artıq böyük güc vermək deyilmi sizcə də? Belə bir dəyişiklik mövcud maliyyə sistemini, xüsusən də bankların o vacib vasitəçilik rolunu kökündən sarsıda bilər axı. Məxfilik məsələsi də var, bu çox önəmlidir.
Əgər CBDC nağd pul kimi anonim olsa, məsələn token əsaslı variant B, bu qeyri-qanuni fəaliyyətlər üçün əlverişli şərait yaradar ki, təbii ki, mərkəzi banklar buna getməz. Yox, əgər hesab əsaslı olsa, o variant D kimi, bu da o deməkdir ki, bizim hər bir maliyyə əməliyyatımız bir mərkəz tərəfindən izləniləcək. Bu, kütləvi nəzarət və məxfiliyin tamamilə itirilməsi demək deyilmi? Sizin variant D-nin bank böhranlarını azaltma potensialına gəlincə, mən düşünürəm ki, bunun tam əksi də ola bilər. İnsanlar mərkəzi bank hesablarını daha təhlükəsiz hesab edib, kütləvi şəkildə pullarını kommersiya banklarından çıxarıb ora köçürə bilərlər. Bu isə bildiyimiz o bank run, yəni banklardan depozit axını vəziyyətinə və nəticədə kreditləşmənin kəskin azalmasına səbəb olmazmı? Üstəlik, Mərkəzi Bankın balansının hədsiz dərəcədə böyüməsi, onun hökuməti birbaşa maliyyələşdirmək və ya özəl sektora kredit vermək kimi, yəni onun üçün qeyri-adi funksiyaları üzərinə götürməsi, onun müstəqilliyini tamamilə şübhə altına alır və çox ciddi siyasi-iqtisadi risklər yaradır. Risklərin olduğunu mən də qəbul edirəm, amma gəlin səmərəlilik və innovasiya tərəfini də unutmayaq. Məsələn, topdan satış ödənişlərində CBDC-lər o paylanmış reyestr texnologiyasının DLT, yəni blokçeynə bənzər sistemlərin potensialından istifadə edərək, hazırda mövcud olan real vaxt rejimində ümumi hesablaşma sistemlərindən, yəni RTGS-dən daha çevik və səmərəli ola bilər. Xüsusilə çoxsaylı vasitəçilərin iştirak etdiyi o sərhədlərarası köçürmələrdə bu texnologiya əməliyyatları həm sürətləndirə bilər, həm də xərcləri əhəmiyyətli dərəcədə azalda bilər. Fiziki nağd pulun özünün də xərcləri var. Axı çapı, daşınması, saxlanması, köhnəlmiş əskinasların dəyişdirilməsi, bütün bu logistik xərcləri nəzərə alsaq, CBDC daha ucuz və müasir bir alternativ kimi görünür. Bilirsiniz, bu səmərəlilik arqumenti ilə tam razılaşmaq mənə biraz çətindir. Hazırki RTGS sistemləri, məsələn, banklar arası iri ödənişləri demək olar ki, saniyələr ərzində həyata keçirir və olduqca da etibarlıdır. DLT texnologiyalarının isə düzünü desəm hələ də ciddi problemləri var. Məsələn, saniyədə çox sayda əməliyyatı emal etmə qabiliyyəti, yəni miqyaslanma məsələsi və bəzi növlərinin yüksək enerji sərfiyyatı kimi. Gələcəkdə bu texnologiya təkmilləşə bilər əlbəttə, amma hazırda RTGS-dən qat-qat üstün olduğunu iddia etmək məncə biraz tezdir. Digər tərəfdən, baxın, kriptovalyutalar və stabil coinlər, yəni o dəyəri sabit valyutalara bağlanmış kriptoaktivlər artıq mərkəzi nəzarət olmadan da çox maraqlı, innovativ ödəniş əlləri yaradırlar. Bu sahədə rəqabət var, sərbəst inkişaf gedir. Mərkəzi bankların öz rəqəmsal valyutaları ilə bu bazara, belə deyim, dominant şəkildə daxil olması bu təbii innovasiya prosesini ləngidə bilər, hətta bəlkə də boğa bilər. Elə məhdudlaşmır ki, mərkəzsizləşdirilmiş maliyyə, yəni DeFi, mərkəzsizləşdirilmiş internet, Web3 kimi daha fundamental dəyişikliklər vəd edir. CBDC-lərin belə bir dərin innovasiya potensialı varmı? Yoxsa bu sadəcə mövcud sistemi biraz rəqəmsal qaba qoymaq cəhdidir? Stabil coinlərdən söz düşmüşkən, onların özləri də az riskli deyil axı. Təminatlarının nə dərəcədə etibarlı olduğu, arxasında duran şirkətlərin nə qədər şəffaf işlədiyi həmişə sual altındadır. Və bu, tənzimləyicilərin də ciddi narahatlığına səbəb olur bildiyimiz kimi. CBDC isə tamamilə başqa bir şey təklif edir. Arxasında birbaşa dövlətin və Mərkəzi Bankın etibarlılığı dayanan, aydın qaydalarla tənzimlənən bir rəqəmsal valyuta. Bəli, ola bilər DLT texnologiyasının hələ inkişaf etməsi lazım olsun, amma məhz Mərkəzi Banklar bu texnologiyanın potensialından istifadə edərək daha təhlükəsiz, amma eyni zamanda innovativ sistemlər qura bilərlər. Yəni, kripto aləmində gördüyümüz hər innovasiya heç də faydalı və ya davamlı deyil. Tənzimləmənin vacibliyini heç kim inkar etmir əlbəttə. Amma CBDC-lərin tətbiqi özü də yeni və çox mürəkkəb tənzimləmə sualları yaradacaq. Məsələn, əgər vətəndaşların birbaşa Mərkəzi Bankda hesabı olursa, o sizin dediyiniz variant D modeli. Bəs kommersiya bankları bu hesabla necə rəqabət aparacaq? Onların rolu nə olacaq axı? Bu, maliyyə sabitliyi üçün tamamilə yeni risklər demək deyilmi?
Sabitlik və risk mövzusuna qayıtsaq, sizin o variant D-nin bank böhranlarının qarşısını alacağınız fikri məncə həddən artıq nikbindir. Bəli, kağız üzərində ödənişləri kredit riskindən ayırmaq məntiqli görünə bilər, amma real həyatda bir böhran anında insanlar pullarını kommersiya banklarından çıxarıb daha təhlükəsiz saydıqları mərkəzi bank hesabına qaçırmazlarmı? Bu, birbaşa kütləvi bankran deməkdir. Bu həqiqətən də çox radikal bir dəyişiklikdir və çox diqqətli dizayn tələb edir, buna şübhə yoxdur. Amma potensial mükafat, yəni bank böhranlarını, belə deyək, tarixin arxivinə göndərmək çox böyükdür. Mərkəzi bankların onsuz da əsas vəzifələrindən biri maliyyə sabitliyini qorumaqdır. Bəlkə də bu, həmin vəzifəni yerinə yetirməyin daha müasir, daha effektiv bir yoludur. Bundan əlavə, CBDC xüsusilə də faiz gətirən variantları, məsələn o variant C, pul siyasəti üçün də yeni imkanlar aça bilər. Təsəvvür edin ki, faiz dərəcələri onsuz da çox aşağıdır, sıfıra yaxındır. Belə bir şəraitdə Mərkəzi Bank iqtisadiyyatı stimullaşdırmaq üçün birbaşa CBDC hesablarına mənfi faiz dərəcəsi tətbiq edə bilər. Halbuki bu hazırda fiziki nağd pulun mövcudluğu səbəbindən çox çətin olan bir addımdır. Kriptovalyutaların dəyişkənliyi isə onların nə etibarlı bir dəyər anbarı, nə də stabil bir hesablaşma vahidi kimi geniş istifadəyə açığı yararlı etmir. Bir dəqiqə. Mənfi faiz dərəcələrini birbaşa əhalinin əmanətlərinə tətbiq etmək, bu fikir məni düzü çox narahat edir. Bu, praktikada nə deməkdir axı? Bu o deməkdir ki, Mərkəzi Bank bu siyasəti effektiv etmək üçün əvvəlcə fiziki nağd pulu tamamilə dövriyyədən çıxarmalıdır. Çünki əks halda insanlar pullarını nağdlaşdırıb saxlayardılar təbii ki. Sonra da çox böyük ehtimalla sərt kapital nəzarəti tətbiq etməlidir ki, insanlar pullarını xarici valyutalara çevirib ölkədən çıxarmasınlar. İqtisadçıların buna verdiyi bir ad var: maliyyə repressiyası. Yəni hökumətin vətəndaşların əmanətləri hesabına öz borclarını ucuz maliyyələşdirməsi və ya iqtisadiyyatı süni şəkildə idarə etməsi. Mərkəzi bankların birbaşa əhalinin cibinə girib, belə deyək, pulunu azaltması, onların cəmiyyətdəki legitimliyi və müstəqilliyi üçün fəlakət olmazmı? Məncə bu çox təhlükəli bir yoldur. O variantdaya qayıtsaq, o banklardan kütləvi vəsait çıxışı riski də həqiqətən çox ciddidir. İlk böhran əlamətində ora axışacaqlar. Bu isə bankların kredit vermə imkanlarını kəskin məhdudlaşdırar, nəticədə iqtisadiyyatı boğar. Və Mərkəzi Bankın həddən artıq güclənməsi, potensial olaraq hökumətə asan pul verməsi və ya hətta özəl sektora kredit ayıraraq faktiki olaraq kredit bazarını milliləşdirməsi kimi ssenarilər, bunlar Mərkəzi Bank müstəqilliyinin sonu deməkdir və siyasi manipulyasiyalara çox geniş qapı açır. Bəli, bu risklərin fərqindəyəm və əlbəttə ki, belə bir sistem qurularkən bu məsələlər çox ciddi şəkildə nəzərə alınmalıdır. Yəni, müxtəlif qoruyucu mexanizmlər tətbiq oluna bilər. Məsələn, Mərkəzi Bank hesablarında saxlanıla bilən vəsaitlərə limit qoymaq olar və ya bu hesablara ümumiyyətlə faiz hesablamamaq olar ki, banklarla rəqabət məsələsi kəskinləşməsin. Məxfilik məsələsinə gəldikdə isə düşünürəm ki, burada bir tarazlıq tapmaq lazımdır. Çünki əksər mərkəzi banklar üçün tamamilə anonim, yəni nağd pula bənzər token əsaslı bir CBDC, o variant B qəbul edilməzdi. Bu, çirkli pulların yuyulması, vergidən yayınma və digər qeyri-qanuni fəaliyyətlər üçün çox əlverişli bir vasitə olardı. Hesab əsaslı CBDC, yəni variant D isə, mövcud müştərini tanı, KYC və pul yuyulmasına qarşı mübarizə AML tələblərinə cavab verə bilər və bu, maliyyə sisteminin şəffaflığını və təhlükəsizliyini artırar. Ana mərkəzi bir qurum, Mərkəzi Bank tərəfindən qeydə alınır və potensial olaraq izlənilir. Bu, çox ciddi bir məxfilik problemidir axı. Hazırda nağd pulun bizə verdiyi o gündəlik maliyyə anonimliyi tamamilə aradan qalxır. Biz həqiqətən də bütün maliyyə həyatımızın dövlət tərəfindən bu qədər detallı şəkildə nəzarətdə saxlanılmasını istəyirikmi? Bəzi kriptovalyutalar ən azın nəzəri olaraq məhz daha yüksək məxfilik və anonimlik vəd edir. Tənzimləməyə gəlincə isə bəli, razıyam, kriptovalyutaların tənzimlənməsi qlobal səviyyədə çətindir
fərqli ölkələrdə fərqli yanaşmalar var, bu qeyri-müəyyənlik yaradır. Amma bu o deməkdirmi ki, problemin yeganə həlli tam mərkəzləşdirilmiş, hər addımı izləyən bir sistem qurmaqdır. Bəlkə də daha balanslı, yəni həm təhlükəsizliyi təmin edən, həm də innovasiyanı və fərdi azadlıqları boğmayan tənzimləmə yolları tapmaq mümkündür. Sizin nə demək istədiyinizi anlayıram, amma gəlin başqa bir tərəfdən baxaq. Kriptovalyutalar sahəsindəki bu tənzimləmə qeyri-müəyyənliyi adi istifadəçilər və investorlar üçün özü də böyük risklər yaradır. Fırıldaqçılıq halları, bazar manipulyasiyaları bunlar çox yayılıb. Qlobal tənzimləyici qurumlar, məsələn, maliyyə fəaliyyəti üzrə işçi qrup FATF, artıq kriptovalyutalar və stabil coinlər üçün beynəlxalq standartlar hazırlayır. ABŞ-da SEC, CFTC kimi qurumlar da bu sahədə çox fəaldılar. CBDC-lər isə, yəni başlanğıcdan mövcud maliyyə və hüquqi çərçivələrə inteqrasiya oluna bilər. Bu, daha aydın, daha proqnozlaşdırıla bilən və nəticədə daha etibarlı bir mühit yarada bilər. Məxfiliyə gəlincə, texnologiya və qanunvericiliklə bu narahatçılıqları azaltmaq mümkündür, mən belə düşünürəm. Məsələn, müəyyən limitlər daxilində kiçik əməliyyatlar üçün daha yüksək məxfilik təmin etmək, amma böyük əməliyyatlarda şəffaflığı qorumaq kimi hibrid modellər düşünülə bilər. Yəni, tam anonimliklə, tam nəzarət arasında bir orta yol tapmaq, məncə, mümkündür. Bu, tutarlı bir argumentdir. Lakin heç nəzərə almısınızmı ki, bu orta yol nə qədər davamlı ola bilər? Tarix bizə göstərir ki, nəzarət mexanizmləri bir dəfə qurulduqdan sonra adətən zamanla daha da sərtləşməyə və genişlənməyə meyilli olur. Yəni, hesab əsaslı CBDC-nin yaradacağı infrastruktur gələcəkdə maliyyə azadlıqlarına daha çox müdaxilə üçün bir əsas yarada bilər. Kriptovalyutaların mərkəzsizləşdirilmiş təbiəti isə məhz bu cür kütləvi nəzarət riskini fundamental olaraq azaldır. Bu sadəcə texniki bir məsələ deyil, həm də fəlsəfi bir fərqdir. Yaxşı, yekun olaraq mən demək istərdim ki, bugünkü müzakirəmiz mərkəzi bank rəqəmsal valyutalarının potensialını düşünürəm ki, açıq şəkildə göstərdi. Onlar ödəniş sistemlərini daha səmərəli edə bilər, maliyyə sabitliyini gücləndirə bilər və rəqəmsal əsrdə mərkəzi bankların pul dövriyyəsindəki o əhəmiyyətli rolunu qorumağa kömək edə bilər. Lakin, təkrar edirəm, bu potensialın gerçəkləşməsi hansı dizaynın seçiləcəyindən, hansı tənzimləmə çərçivəsinin qurulacağından və sizin də qeyd etdiyiniz o risklərin necə idarə ediləcəyindən çox-çox asılıdır. Hesab əsaslı modellər təhlükəsizliyi və nəzarət baxımından daha üstün görünsə də, onların da özünə məxsus çətinlikləri və riskləri var. Mən də yığımlaşdıraraq vurğulamaq istərdim ki, CBDC-lər, xüsusilə də o bütün əhalini əhatə edən universal variantlar, maliyyə sistemində çox ciddi, hətta köklü dəyişikliklərə səbəb ola bilər, mərkəzi banklara hədsiz, bəlkə də təhlükəli dərəcədə güc verə bilər və vətəndaşların maliyyə məxfiliyi üçün real təhdidlər yarada bilər. Kriptovalyutaların təklif etdiyi o mərkəzsizləşdirilmə, istifadəçi nəzarəti və sərbəst innovasiya ruhu ilə CBDC-lərin mərkəzləşdirilmiş yuxarıdan aşağıya idarə olunan təbiəti arasında məncə fundamental bir gərginlik qalmaqdadır və bu gərginliyin də yaxın gələcəkdə asanlıqla həll olunacağını gözləmirəm. Həqiqətən də belə görünür ki, hər iki yanaşmanın istər mərkəzləşdirilmiş CBDC-lərin, istərsə də daha çox mərkəzləşdirilmiş kriptovalyutaların özünə məxsus cəlbedici tərəfləri və eyni zamanda çox ciddi riskləri var. Yəni, ortada asan cavablar yoxdur. Bəli, gələcəyin bankçılığının və ümumiyyətlə pulun təkamülünün hansı istiqamətdə gedəcəyi, bu fərqli texnologiyaların necə inkişaf edəcəyindən, hansı tənzimləmə modellərinin üstünlük təşkil edəcəyindən və son nəticədə cəmiyyət olaraq bizim hansı dəyərlərə, səmərəliliyəmi, yoxsa məxfiliyəmi, sabitliyəmi, yoxsa innovasiya azadlığına mı daha çox önəm verəcəyimizdən asılı olacaq. Aydındır ki, bu mövzu hələ çox müzakirə olunacaq və araşdırılacaq. Bizi dinlədiyiniz üçün təşəkkür edirik. Kanalımıza abunə olmağı unutmayın. Gələn görüşlərədək.